Ama ürəyim yandı. Ürəyim yandı. Çəksinlər. Ürəyim yandı. Burada olub, burada xarabım. Ailəm yandı. Ürəyim yandı. Ay bala. Ay bala. Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugün gəlmişik Suraxanı rayonuna. Suraxanı rayonunda törədilmiş bir cinayət hadisəsindən bağlı. Belə ki, anamın bizi çağırma səbəbi bu oldu ki, mənim oğlumu qətlə yetirib 3 şəxs və həmin şəxs ki, hal-hazırda prokurorluqda biri saxlanılır, ikisi azadlıqda gəzir. Bu şəxs kimdir? Əliyev Tural Vüqaroğlu'nun cinayət hadisəsidir. Belə ki, ailənin də verdiyi məlumata görə bildirir ki, mənim oğlumun öldürülməsində cinayəti törədən şəxs və şəxslər hal-hazırda elə bizlə bir neçə ev arada yaşayırlar və hər gün buradan keçir, gəlir, o yana bu yana gedir. Amma mənim oğlumun cinayətini törədən həmin şəxs üçü olmaq şərtindən ikisi hal-hazırda azadlıqdadır və biri içərdədir. Bunun ikisi niyə tutulmayıb? Çünki orada verilən iddialar tamam fərqlidir. Elə ananın öz dilindən eşidəcəyik bunu da. Gəlin, mən haqq ədalət istəyirəm, qurban olum sənə. Necə baş verdi hadisə? Hadisə elə bir ki, əvvəldən danışım. Bunlar elə bir ki, gedəndə çıxıblar qabağına, bu Almarşetin yanına çatanda. Uşağımı çəkib qırağa ki, gəlsən mənim bibim oğlunun dostuna çiyinlə vurmusan. Bunların söz söhbətləri düşüb, dalaşıblar. Oğlum itəliyib, bunun başı qanıyıb. Bu çıxıb gəlib evə, bunlar gedib. Ondan qabaq soruşub, hara gedirsən? Bunlar deyib ki, gedirik PlayStation-a. Sigaret alıq, orada PlayStation çay içib gəlirik. Bunlar çıxıblar, gediblər, qayıdıb dala. Gəlib, oğlan var, Rasim. Onun evinə gəlib. Gedib bu ikinci Nati, Afi Rasim. Gedib Rasim gildən bu boyda bıçağı götürüb. Keçirdib qolunun altına. Rasim də Nati, Afi də Nati də bıçağı götürüb gəliblər. Gəliblər, giriblər PlayStation-a. Bunlara qayıdıb ki, gəlin çıxaq, söhbət eləyək. Bunlar deyib ki, bayaq danışdıqda qutardı hər şey. Yox, gəlin çıxaq, oğlum elə çönüb belə götürsün ki, jaketin kutkasını çıxsın çölə, bıçağı götürüb soxub oğluma. Soxub tiyəsi qırılıb. Bu ikinci Nati, bu həmən çöldə gəzən. Götürüb ikinci bıçağı verib buna. Başlayıblar oğlumu, ikincini, 17 yaşında oğlum az yaşlı uşağımın qabağında. Onu vurmağa, Yeznəm də orada olub. Bunlar bir-birlərindən şey olublar, sonra bunlar istəyib ki, götürsün bunu, çıxsınlar çölə. Daşlayıblar. Hamısı da kamerada var. Başlayıblar uşağı daşlamağa. Sizə veriblər həmin kamera görüntünü? Verməyib, heç nə verməyib. Heç çəkiliş gətirməyiblər. Valla cəmaatın bir dənə bu boyda düzəlsə ölür, çəkiliş gətirir. Mən o hayda deyir idim çəkiliş çağırır. Mən indi ayılmışam. Allah sənin köməyin olsun. Bax, mən indi ayıldım ki, necə yəni mənim uşağım, o boyda uşağım ölüb, çəkiliş olmayacaq. Hani bəs bu haqq ədalət? Mənə zəng elədi Yeznəm ki, qızıma tez olun, skoru çağırın, bəs Turanı vurublar. Gəldim, gördüm, Afinin əlində bıçaq, gəzir orada. Bir dənə də skoru yoxdur, skor da gec gəldi. Bu birisi də Nati də orada. Belə gəzir özü üçün kişilənir. Çıxardın çölə, çıxardın, ikincini çıxartmaq istəyir, ikinci oğlumu. Çıxardın onu vuracam. Mən istədim qabağa gedim, gördüm Nati'nin əlində bıçaq. Nati dedi ki, həmin o şəxs, o dediyiniz ikinci şəxs hal-hazırda çərdədir. Çöldə gəzir, şeylər paylaşır. Həmən bu öldürənlə şey paylaşır, qıcıq verir. Günahsızdır mənim qardaşım. Günahsız, bütün günahsızlar azadlıqda olsun. Çöldə gəzir özü üçün. Deyirəm, niyə tutmursunuz? Mənə anlatdırırlar ki, gəl izahat ver, tutacaq. Gəldim, izahat verdim. Yenə hal-hazırda prokurorluq nə qərar verib bundan bağlı? Bilmirəm. Deyir ki, sən indi də mənə bugün zəng gəlib ki, gəl sən deyir üzünə dur şeyin Nati'nin. Mən niyə durmalıyım sizin əlinizdə fakt dəlil ola, kamera ola. Mən necə indi bu halda gəlim? O da olub. Mən haqq ədalət istəyirəm. Üçü də necə hücum çəkiblər. Uşağımın üstünə ikisinin də əlində bıçaq olub. İkisi də kamerada da var. Mən qan istəyirəm, balamın qanı istəyirəm. Dövlətimizdən istəyirəm, prezidentimdən istəyirəm, Mehriban xanımdan istəyirəm. Hadisə haçan baş veribdi? 9-u gecə 2 radələrində. 2 radələrində sənin oğlun PlayStation-daydı? Bəli, PlayStation açıq idi. Getmişdi sigaret almağa. Dedi ki, gedim ana PlayStation-da da 10 dəqiqə oynayaq gəlirik. 10 dəqiqənin badına getdi balam. Kimlər var idi hadisə yerində? Qardaşından başqa? Elə bir ki, ölən oğlum, bu birisi oğlum, bir də kürəkənim. 3 nəfər bunlar olub. Onlar da 3 nəfər də gəlib onların üstünə.
Qurban olum, xahiş eləyirəm. Hamıdan xahiş eləyirəm. Qoymuyor. Uca hamı dolub bu şeylər. Vallahi bu cinayət dolub. Hər əlində bir bıçaq alır. Əziyyətlə hamı bilir mən onu necə əziyyətlə saxlamışam. Allah şahidi görürsən deyilmi? Bir şəraiti yox. Mən əziyyətlə əmat olmuşam, əmana evladımı saxlamışam. Kimdi o? Dalaşmışdı. Gələrdi o da dalaşardı. Heç kimin ixtiyarı yoxdu, heç kimin balası. Necə balamı öldürüb? Bax onda keçərəm. Öldürsün, geçsin versin mənə. Üçü də. Üçü də. Həmin dediyi şəxs sizə də hücum elədi. Bəli, burada mənə hücum elədi. Qoymur keçəm içəri ki, görəm uşağımı öldürüblər ya yox. Qoymur da. Bax burada, Natiq. Natiq, indi həmən Natiq çöldə gəzir. Sizə məlumatı burada kim vermişdi? Mənə məlumatı elə bir kürəkəm zəng elədi qızıma ki, təxminən zəng elə qızım üçün də skoru gəlsin. O bilmir axı, onlar xırdanında qalırlar. Zəng elədim, biz də qaça-qaça gəldik. Bura gəldim, görüm polis yanıb orada. Bunlar da əllərində bıçaq gəzir özü üçün. Qışqırır da hələ ki, balacanı da çıxart. Şöyle onu da vuram. Kamerada da var. Mənim ikinci oğlumu bıçaqla vurmaq istəyəndə müstənti özü göstərdi kamerana. Vurmaq istəyəndə bunlarla gələn üçüncü şəxs onları qoymayıb vurmağa. Bu şeyləri görür. Müstənti özü də deyir, Natiqin əlində olan bıçağı Natiq ikinci dəfə ötürür Afiyə. Afiyin əlində tutublar o bıçağı. Həmən şey görə Natiq indi çöldə gəzir. Niyə? Üçü də hücum eləyiblər. Qəsdən adam öldürdü, vəhşicəsinə. 17 yaşında uşağımı gözün qabağında öldürüblər. O uşaq travma yaşayır. Gəlmişik bura qanun içində, bıraxmır bizi, daşlayırlar. Meydi daşlayırdı Natiq ilə Afiyə. Atsın da atsın, kamera yoxdur. Atsın, gör yalan deyirdi. Var da kamera bax. Kamera var. Niyə atmır? Mənə deyirlər, gəl üzləş Natiqi tutaq. Niyə? Mən niyə üzləşməliyəm Natiqi tutmaq tutaq? Hə? Kameram var. Aç gör də Natiq burada neyinirdi. Afiyin neyinirdi. İçərinin kamerasını açıb baxmırsan da. Siz ki, burada bizi daşlayırdı. Bəli. Burada daş yoxdur. Daşı harada? Bilmirəm, daşı götürüb aşağı atırdılar. Bilmirəm hardan götürmüşlər aşağı. Kameraya da düşüb. Müstəntidə də o görüntülər var. Kameraya düşüb aşağı atırdılar daşı. Meydi daşlayırlar. Yəni burada İndi yəqin gələndə hazırlıqlı gəliblər də sana. Ya hardansa götürüblər. Sualıma düzgün cavab verdilər. Siz deyirsiniz ki, meydi daşlayırlar. Meyid sərdə olur. Hə də buradan içəri atırdılar ki, onlar çıxmasın çölə. Onlar dedi ki, bıraxın, çıxaq heç olmasa bilmirdi yaxı öyle. Bilmirdi, çıxaq heç olmasa skoru gec gəldi. Çatdıraq qoymurdular, daşlayırdılar. Kamerada da düşüb, xanım daşlar hamısı var. Müstənti versə kameranı özü açıq-aşkar görəsə hər şey göstərir. Kamerada düşüb. İkisinin də əlində bıçaqla giriblər. Natiqin də əlində bıçaq. Natiq deyib özümü müdafiə edirəm. Nə müdafiə edirdin? Qıça davasını sən özünü müdafiə edirsən. Sən hücum çəkmisən bura. Oğlumun üstünə öldürməyə gəlsən. Hansı müdafiədən söhbət edir? Müdafiə o olar ki, küçədə dava olar. Hə, bıçaq çıxardı. Müdafiə odur. Bu müdafiədir. Siz tutmuşsunuz aşağı. Hələnizin əlində biriniz belindən çıxartıb, biriniz qolun burasından çıxartıb soxursunuz. Müdafiədir. Müdafiə deyil bu. Mən tələb edirəm. Bütün Azərbaycan xalqından, bax prezident çıxacam, hər yana çıxacam. Keçməyəcəm də, bir addım da dala atmayacağam. Qana qan, uşağımın qanını istəyirəm. Layiqincə, üçü də cəzasını almalıdır. Üçü də birləşib öldürüblər. Üçü də cəzasını almalıdır. Sizə nə məlumat verdi ikinci şəxsi buraxmaqla? Bilmirəm, birinci mənə qayıtırdı ki, gəlin izahat verin, tutacaq. Gəldi, izahat verdik. Uşağımın yetisi çıxandan sonra, biz rayonda bastırmışıq. Gəldi, izahatı verdi, izahatdan sonra yenə gördük ki, bu Natiq şeylər paylaşır. Çöldədir. Yenə soruşduq müstəntiqdən ki, tutmamısan, deyir, ayın 25-i bugünkü güncü. Mən gəlib ondan üzləşməliyəm ki, burada o mənim üstümə bıçaq çəkib. Burada o kamera var da, bax o kamera. Açsın, baxsın da, heç belə mənim burada üstümə bıçaq çəkməyim, yaxşı. Bəs aşağıda fakt müstəntiqin əlində fakt var, əlində bıçaqla gəlib. Oğlumun üstünə vurmağa. Əlində görüb də bu müstəntiq görür. Niyə buraxır? Xuliqanstva şeyini vermək istəyir. Elə deyil. Qrupavoy şəkildə uşağımın üstünə gəliblər. Qrupavoy şəkildə də cəzalanmalıdırlar. Necə birləşib bir yerdə gəliblər, birləşib də bir yerdə tutulmalıdırlar. Mən ikinci şəxsində onların da tutulmağını istəyirəm. Tələb edirəm. Üçünə də ən ağır cəza nədir? Ora qədər, axıra qədər də gedəcəm. Ən ağır cəzanı istəyirəm. Prezidentimizdən istəyirəm. Mehriban xanımdan istəyirəm. Yazmışam onsuz da. Baş prokurorluğa şikayət eləmişəm ki, müstənti bu işə necə baxır ki, çöldə gəzir iki dənə şəxs. Baş prokurorluğa şikayət eləmişəm. Atası da yazılı sürətdə poçtla göndərib, mən də zənglə eləmişəm. İndi də sizdən xahiş edirəm, qurban olum. Uşağımın qanını yerdə qoyun.
Yalvarıram ya. Koyma uşağımı qanı yerine. Çünkü heç nəyin üstündə öldürüb mənim uşağımı. Heç nəyin. Bilirsən nəyin üstündə vurarlar? Namus üstündə. Namus üstündə mənim oğlumu öldürəydi. Anasına bacısına sataşaydı, öldürəydi. Mən deyərdim halaldır mənim balamın qanı sənə. Namus sataşmısan bala, anasına bacısına vurub səni öldürüb. Heç nəyin üstündə sən gəl. Bıçağı götür, qoy qoluna. Gəl lapdan mənim uşağımı vur. O mənim uşağımı lapdan vurmasını mənim uşağım heç vaxt onlara can verməz də. Heç vaxt. Xahiş edirəm bir tədbir görün. Hadisə isə qardaşının yanında. Gördüyünüz kimi, bax bu PlayStation-da və burada baş veribdi. Necə baş verdi hadisə burada və hansı tərəfdə baş verdi? Sərdə baş verib, oturmuşduq biz orada. Yaxınlaş bura. Yaxınlaş. Necə baş verdi burada? Burada oturmuşdunuz. Hansı tərəfdə oturmuşdunuz? Harda? Burada. Buranın ışığı var. Aç ışığını. Burada baş verdi. Burada üçümüz oturmuşduq. Burada oturmuşdunuz. Bəli. Orada üçümüz də oturmuşduq. Oyun oynuyorduk, PlayStation oynuyorduk. Bunlar üçü də gəldilər, girdilər içəri. Girdilər içəri, bizə gəldi, dayandılar qabağımızda. Dedilər ki, durun, çıxaq, sizin işimiz var. Həmən vuran adam qabağımda dayanmış. Dedi, sizin işimiz var. Biz də pultları qoyduq orada stolun üstünə. Elə söndük ki, kurtkamızı giyinək, bu qolunun altında gizlədi bıçağı. Bıçağı çıxartdı, riski lapdan vurdu. Ha tərəfdə vurdu bıçağı sana. Burada vurdu. Bəli, burada. Oturduğu yerdə vurdu. Bəli, oturduğu yerdə. O oğlan oradan bəri gəldi. Burada oturduğu yerdə aynı momentdə bıçağı burada vurdu. Ayaqüstə dayanmışdı, qardaşım da orada oturub. Üzün söndərci kurtkasını geyinsin, bıçağı qolundan çıxarıb riski yandığı yerdə vurdu. Bıçağı vurdu. İkinci səfər mən bunu itələdim. Buna təpi atanda, bıçağı mənə atanda üçüncü oğlan Rasim onu dala çəkdi. Bıçaq mənə girmədi. Orada kimsə sənə kömək elədi ki, bıçaq sənə burada girməsin deyə. Bəli, Rasim adlı şəxs, o da onlarla gəlmişdi. O tutdu həmən oğlan köynəyindən dala çəkdi ki, bıçaq mənə girmədi. Amma belə burada dağıldı. Burada o bıçağı ona vurduğu momentdə o elə burada da yıxıldı, yoxsa qalxdı müdaxilə elədi? Qalxdı müdaxilə elədi. Qardaşım da durdu, bıçağı çıxartdı, qardaşım da ona soxdu. Qardaşın da bıçaqla ona vurdu. Bəli, qardaşım da bıçaqla ona vurdu. Bəs xəstəxanaya getdiyi vaxtı dünyasını dəyişmişdi, yoxsa elə burada dünyasını dəyişdi, yoxsa xəstəxanada? O biri zala keçəndə orada ucu yıxıldı yerə. Tərəfdə yıxıldı, göstər görüm. Hansı tərəfdə yıxıldı səs? Gəldi burada oturdu bura. Hə. Burada oturdu. Burada oturdu. Aha. 2 saniyə, 3 saniyə sonra dizləri atdı yerə. Dizlərini atdı yerə, qaldı burada yerdə. Burada belə yerə yıxıldı. Bəli, burada yıxıldı yerə. Üzün çöndərdim ki, nə oldu sənə? Uzandırdım yerə, gördüm ağzından uca qan gəlir. Bəli. Və burada da ağzına qan gəlir. Burada başladı ağzından qan gəlməyə. Gözləri zadı ağardı. Uca bildim ki, uca ölür, can verir. Əliyev Turan Vüqaroğlu'nun qətli, yəni son, artıq uca burada oturandan sonra qardaşının verdiyi məlumata görə artıq burada onun o otaqdan bu otağa keçməyi son olubdu. Elə burada da dünyasını dəyişibdi. Həmin cinayəti törətməkdə təqsirli bilindirilən kimlərdir? Bilirsən onların adlarını? Bəli, Afiqdir, bir də 2 nəfər şəxsdir. Natiq də bıçaqla gəlib girib hücum eləmişdi. Üçü də hücum ediblər. Biri amma tutdu, amma ikisi hücum ediblər. Öldürəndə biri olub. Öldürəndə biri olub. Bəli, öldürəndə bir nəfər olub Afiq. Afiq adlı şəxs olub, bəli. Bəs onu buradan skor apardı da yəqin ki. Xeyr, skoro gəldi, baxdı, çıxdı çölə, dedi ki, öldü. Buradan aparanda mən bölmədəydim ki. Mənə aparmışlar polislər. Buradan aparanda yeznəm olub, mən bildiyimə görə. Mənə elə dedilər. Yeznəm olub, dostları olub, bir də polislər köməkli eləyiblər, aparıblar morqa. Uca ölmüşdü burada. Nə qədər sonra skor gəldi? Skor gec gəldi. 10 dəqiqədən də gec gəldi. Yəni çağırırdıq, hələ də gəlib çıxamırdı. Ağzından qan gəldi. Bəlkə də gəlib çıxsaydı ölməzdi. Yəni maksimum 10 dəqiqə, 15 dəqiqə arası gəldi. Bəli, 10 dəqiqə, 15 dəqiqə arası. Biraz 15 dəqiqə, hə, 15 dəqiqə dəqiq olar. Gördüyünüz kimi biraz öncə bura doluydu. Bizim burada çəkilişdə olduğumuzu görən kimlər var idisə, hər kəs dərhal buranı tərk elədi ki, biz onlardan müsahibə almayaq və müsahibə üçün onlara sual verməyək.
Hər kəs gördüyünüz kimi artıq çəkildi getdi. Belə ki, burada qaranlıq qalan məqam budur ki, bu cinayəti kimlər gizlədir və niyə o şəxs hələ də azadlıqdadır, niyə buraxılmır? Bildiyiniz kino çəkilib burada. Çünki bıçağın birini vurum, sən yıxıl. Ondan sonra o bir bıçağı dərhal verim ki, bu bıçaq qırılıb, valla bu bir bıçaqla vur. Mən demirəm, ailəsinin dediyidir və kamera görüntülərinə düşən görüntülərdir. Deməli, burada Lallar Prestişini deyilən yerdir. Bura elə tanınır. Hal-hazırda xanım mənə bildirir ki, biz kamera görüntülərini açmaq istəsək də, xanım bizə başa salmağa çalışdı ki, kameranı, görüntüləri polis əməkdaşları götürüb və burada qalanını da silibdir. Yəqin ki, beləsini qanun özü çərçivəsi altında eləyəcəkdir və biz inanırıq ki, haqq ədalət yerdə qalmaz və qanun öz işini görəcək. Mən inanıram ki, bizim polislərimiz, bizim Daxili İşlər Nazirliyi və bizim digər orqan işçilərimiz bu məsələni dərhal özü necə lazımdır elə eləyəcək və cinayəti törədən şəxs və ya şəxslər kimlərdirsə o öz cəzasını alacaqdır.